Herkese salam dostlar. 32 Günazın baş redaktörü olarak daha bir maraqlı tədbirdə qonaq etdik. Bakı Konqres Mərkəzi memarlıq və dizayn sahəsində regionun ən mühüm tədbirlərindən birinə ev sahibliyi etdi. Envision Design Talks and Visionary Design adlı forum Türkiyənin aparıcı şirkətləri Seranit və Zivella'nın təşkilatçılığı ilə baş tutdu. Təbii ki, bu tədbirdən əvvəl Kofe Break fasiləsi oldu. Bizə o Kofe Break'dən istifadə elədik. Daha tədbirin başlanma görüntüsü. Onu deyim ki, forum Azərbaycanın Türkiyənin tanınmış memar və dizaynlarını bir araya gətirərək memarlığın gələcəyi, şəhərsalma strategiyaları, sənaye dizaynının yeni meylləri və mədəni kontekstli interyer həlləri kimi mövzularda fikir mübadiləsi üçün platforma yaratdı. Təbii ki, tədbir ilk olaraq şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan və Türkiyə dövlət himnləri səsləndirildi. Seranit Azərbaycanın rəhbəri Ufuk Polad çıxışında qeyd edib ki, forum memarlıq və dizayn sahəsində beynəlxalq təşəbbüsdür. Müzakirələrin ardınca fəaliyyətlərin əlaqələndirilməsi istiqamətində addımlar atılacaq. Bu təşəbbüs çərçivəsində müxtəlif ölkələrdə tədbirlərimiz, müzakirələrimiz, təcrübə mübadilələrimiz təşkil olunacaq. Tasarımın sezgiyle, bilgiyle ve insan odaklı bir yaklaşımla şekillenmesi gerektiğine inanıyoruz. Bugün burada bu anlayışı paylaşan değerli mimar ve tasarımcılarla bir aradayız. Bu buluşmalar yalnızca bugün konuşmak için değil, geleceği birlikte tasarlamak için var. Çünkü biliyoruz ki şehirlerin, yaşam alanlarını ve objelerin geleceğini bugünün vizyoner fikirleri belirleyecek. İlk adımı Bakü'de atıyoruz. Bu yolda farklı şehirlerde ve ülkelerde tasarımın dönüştürücü gücünü konuşmaya devam edeceğiz. Daha sonra Zivella şirkətinin baş direktoru Əbdülrəhman Uzun çıxışında bildirdi ki, 20 ildir Azərbaycanda fəaliyyət göstərən şirkət 4 qitəyə məhsul ixrac edir. Bizim üçün sadəcə bu bir şəhər deyil, iki qardaş ölkənin ortaq tarix və mədəniyyətinin simvoludur. Daha sonra Türkiyədən gəlmiş interyer dizaynerlər, memarlar öz fikirlərini bildirdilər. Həmçinin Azərbaycanlı memarlar da öz fikirlərini bildirdilər və bir sözlə tədbir maraqlı keçdi. Həmçinin onu da qeyd edim ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin də tələbələri həmin tədbirdə tamaşaçı qismində gəlmişdilər. Təbii ki, bu tədbir onlar üçün çox yararlı bir tədbir oldu, mən düşünürəm. Çünki onların gələcək işləri və karyeraları üçün müxtəlif ideyaların, müxtəlif fikirlərin yaranmasında böyük bir motivasiya, böyük bir fikir, yaxşı bir ideyanın, fikrin yaranmasında düşünürəm ki, rol oynaya bildi.